Her şeyin dərmanı yəqin ki zamanda. Əslində bizim ən böyük belə deyim, dəstəkçimiz xüsusən gənc yaşlarda ilk ixtisasa praktik olaraq həkim başladığımız müddət, ilk illərdə xəstələrimizin bizə güvənməsi, bizim uğurlu işlərimiz və pozitiv geri bildirimlər və aldığımız onlardan müsbət enerjilər, bəzən vəzifə borcu deyib standart bir əməliyyat eləyəndə xəstələr bizi belə deyim, lazım olduğumuzdan, layiq olduğumuzdan çox minnətdar olub, çox belə dırnaq arası tərifləyəndə bizə daha çox emosiya verir, daha çox motivasiya verib, daha doğrusu və daha çox həvəsləndirib ki, bəli, bu iş bizlikdir, biz bu işi daha da görüb təkmilləşə bilərik. Ən böyük bizim emosiya, motivasiya qaynağımız xəstələrimizin minnətdarlığıdır.